Daimi yorğunluğun səbəbləri çoxdur. Bir çox faktorlar yorğunluğa səbəb ola bilər. Hər bir insan iş gününün sonunda, fiziki aktivlikdən sonra yorula bilər, yorulma fizioloji bir haldır. Amma bizim əsas akcent edəcəyimiz məsələ insanların gün boyu enerji düşüklüyü, depressiv vəziyyətdə, özünü yorğun halsız hiss etməsidir. Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Çünki burada anemiyadan, tiroid hormonların pozulduğu, xüsusən hipotiroidizmlə başlamış, vitamin D defisiti, vitamin B12 defisitinə bağlı hətta onkoloji xəstəliklər belə ümumi şikayətlərlə, ümumi simptomlarla və yorğunluqla özünü biruzə verə bilər. Qadınlar arasında ümumi yorğunluğun çox vaxt səbəbi tiroid problemləri və yaxud da anemiya, dəmir defisiti anemiyaya bağlı olur. Əgər gün ərzində özünüzü zəif, yorğun hiss edirsinizsə və keçmirsə bu, yuxudan gümrah oyanmırsınızsa, mütləq şəkildə bir müayinələrdən keçmək və müəyyən metabolitləri, hormonları yoxlamaq, metabolizmanın hormonal balansı müayinə etmək mütləq şəkildə vacibdir və tövsiyəmizdir.